Salam uşaqlar, axşamınız xeyir olsun. Bugün sizinlə biz Güvən Nəşriyyatın keçirdiyi 10-cu sinif informatika sınaq testinin izahlarına baxacağıq. Deməli, bizə verilib RGB standartında bu kodun hansı rəng olduğunu tapın deyir. Biz nə edirik uşaqlar? Biz sizinlə RGB və Simeyka rəng modelindən danışmışdıq. Və RGB rəng standartında biz demişdik ki, RGB-də hansı rəngi istəyirsə, özünə 255-i, yerdə qalanları isə nə yazırdıq? 0 yazırdıq. İndi bizdə RGB. R-də soruşsaydı 255, 0, 0. Qrini soruşsaydı, qrinin özünə 255, yerdə qalanlara 0 yazacaq. Bluenu soruşsaydı 255, yerdə qalanlara 0. Black-ı soruşsa, bulacaq, yəni qara rəngi 0, 0, 0-dır kodu. Ağ rəngi soruşsa 255, 255 və 255 olmuş olacaq. Fikir versəz, bizdə ağ rəngin kodu nə imiş deməli? 255-də. Deməli, doğru cavabımız 1-də B variantıdır. İkinci sual. 4 simvolluq əlifbada kodlaşdırılan ardıcıllıqda neçə müxtəlif simvol var? Baxın, neçə müxtəlif simvoldur. Biz əvvəlcə tapırıq ki, buradakı simvollarımız neçə bitlə kodlaşıb? 4 bərabərdir, harfli düstur. M bərabərdir, 2 üstü I. 4 bərabər isə 2 üstü I. 4-ü 2 üstü 2 bərabərdir. 2 üstü I şəklində yazsaq, I buradan 2 bit olur. Gəlin buradakı simvolları 2-2 ayıraq və müxtəlif simvollarımızın sayını tapaq. Fikir versəz, bizdə müxtəlif dediyi üçün bu kodun birini götürəcəyik, digərlərini götürməyəcəyik. Axı bizdə müxtəlif deyir. Sonra 0 olanın birini götürürük, yerdə qalan digər 2 dənə 0-ı silirik. 0-1-in birini götürəcəyik, digərini siləcəyik və buradan 1-0-ı götürəcəyik. Deməli, müxtəlif kodlarımız 1-dir, 0-1, 1-0 və 1-1-dir. 4 dənə müxtəlif simvolumuz var burada. Keçdik növbəti sualımıza, 63 və 64-cü suallarımıza. Deməli, uşaqlar, qrafik təsvirlə bağlı bizim düsturumuz M bərabərdir 2 üstü N və V bərabərdir ABN düsturları. Burada AB bizdə verilir piksellərin sayı, N isə rəng dərinliyidir. V isə ümumi həcmi tapmaqdır. Ağ-qara rəng standartı dedikdə biz bir pikselimizi 1 bit götürəcəyik. Gəlin qoyaq düsturumuza yerinə. V bərabərdir 512 vurulsun 256, ağ-qara dediyi üçün vurulsun 1 bit. Buradan gəlin bunu kilobayta çevirək. 2 üstü 13-ə bölək. Bizə nə verəcək? Bu 2 üstü 9, 2 üstü 8 bölünsün 2 üstü 13. 17-dən, 2 üstü 17-dən 2 üstü 13-ü çıxanda, yəni qalacaq 2 üstü 4. Buradan aldıq V-ni, həcmimizi 16 kilobayt. İndi görün nə deyir? Bir ağ-qara standartında hazırlanmış bu ölçülü qrafik təsvir 100 rəng çaları standartında hazırlansa, həcmi neçə kilobayt artar? Biz bunu 1 bitlə hesablamışdıq. İndi gəlin V bərabərdir 100 rəng çaları dediyi üçün əvvəlcə 100 bərabərdir 2 üstü N-ə. Bu 100-ü 2-nin elə qüvvətində yazmalıyıq ki, N-ə tapaq. 100-də 2-nin üstü 6 ilə 2-nin üstü 7 arasında yerləşir. Biz də bunu 2 üstü 7 götürəcək, bərabərdir 2 üstü N-ə. N də buradan 7 bit tapdıq. Gətirib qayaq. 512 vurulsun 256 vurulsun 7 bit. Bölünsün 2 üstü 13. Bura qədər onsuz da bu 16 idi. 16-nı da 7-yə vuranda verəcək bizə 112 kilobayt. Deməli, 112 kilobaytdan 16 kilobayta gəlib. Nə olacaq burada? 112-dən çıxacaq 16 kilobayta. Bu da verəcək bizə 96 kilobayt. Nə olacaq? 60 olacaq. Keçək indi 64-cü sualımızın izahına. D simvolunun 8-lik kodunu müəyyən edin. Bizdə böyük D-nin kodu verilib 68. Kiçik D-ni tapmaq üçün böyük D-nin üzərinə kiçik D 32 gəlirik ki, kiçik D-ni tapaq. 68 ilə 32-nin də cəmi bizə verəcək 100. Bu onluq sayı sistemindədir. İndi 100-ü 8-liyə çevirmək üçün 8-ə bölə-bölə gedirik.
12 dəfə. 96-nı çıxdım, 4 qaldı. 12-nin içində 8, bir dəfə. 8-i çıxdım, qaldı 4. Deməli, kiçik D-nin kodu 144 olmuş olacaq D variantı. Keçək növbəti test izahlarımıza. Aha, gəlin indi 65 və 66-cı suallarımıza baxaq. 65-ci sualımız bizdə say sistemidir və burada x-i deyir tapın. Bunun üçün biz burada verilənlərin hər birini onluq say sisteminə çeviririk. 0, 1, 2. 0, 1, 2. 0, 1, 2, 3. 5 vurulsun x-in kvadratı plus 3x plus 4 plus 4x-in kvadratı plus 2x plus 1 bərabərdir. X-in kubu plus 2x-in kvadratı plus 5x plus 5. Verəcək bizə 9x-in kvadratı plus 5x plus 5 bərabərdir. X-in kubu plus 2x-in kvadratı plus 5x plus 5. Buradan 5x-lar gedəcək, 5 gedəcək və nə qalmış olacaq? Qalacaq. X-in kubu 9-u da keçirsək bu tərəfə çıxılsın 7x-in kvadratı bərabərdir 0. X-in kvadratını mötərizə xaricinə çıxarsaq x minus 7 bərabərdir 0. X-in kvadratı 0-dırsa, onsuz da bizim say sistemimiz 0 ola bilməz. X minus 7 bərabər 0-a, x bərabərdir 7-yə. Deməli, bizim say sistemimiz hansıymış? 7-lik say sistemiymiş. Keçdik 66-cı sualımıza. Bizdə müxtəlif ölçü vahidləri verilib və biz bunları hesablayıb aşağıdakı ölçü vahidini almalıyıq. Gəlin bunların ortaq bir ölçü vahidinə keçirək. Ortaq ölçü vahidi olaraq kilobaytla hesablayaq. Çünki burada cavablarımızın içində 1 megabayt var. Daha çox təkrarlanan kilo olduğu üçün əvvəlcə kilo ilə ifadə edək. Kilo ilə almasaq megaya çevirərik. 128 kilobayt olduğu kimi qalır. 128 kilobitdən kilobayta keçəndə 8-ə böləcəyik. Bu da eləyəcək 16 kilobayt. Çıxılsın. 0,25 megabitdən. 0,25 megabitdən biz nəyə keçirik? Kilobayt. Megadan kiloya keçəndə 0,25-i 1024-ə vuracaq. Bitdən bayta keçdiyimiz zaman isə 8-ə böləcəyik. Gəlin kalkulyatordan istifadə edək. 0,25-i vuraq 1024-ə və bölək 8-ə. Bu da verəcək bizə 32 kilobaytı. Çıxırıq 32 kilobaytı. 4096 baytı kilobaytla ifadə eləmək üçün 1024-ə bölürük. Bu da 4 kilobayt. Bərabərdir. Deməli, 128 üzərinə gəlinsin 16 kilobayt, çıxılsın 32 kilobayt və yenidən üzərinə 4 kilobaytı gəldiyimiz zaman bizə 116 kilobaytı verəcək. Əgər variantlarımızın içərisində 116 kilobayt olmasaydı, digər ölçü vahidlərinə də baxa bilərdik. Sonra keçək növbəti sualımıza, 67 və 68-ci tapşırıqlarımıza. Smeyka standartında kodlaşdırılmış qrafik təsvir RGB standartında kodlaşdırılırsa həcmi necə dəyişir? Smeykada biz qrafik təsvirimizi kodlaşdırmaq üçün 32 bitdən, RGB-də isə 24 bitdən istifadə edirik. Bu smeykadan RGB-yə keçirsə, 24 biti böləcək 32-yə vuracaq 100-ə. Görək neçə faiz həcmdə dəyişiklik olacaq. 24-ü 32-yə böləndə hər ikisini 8-ə ixtisar aparsaq 3, burada 4. İxtisar gedəndə bu da olacaq 75%. Nə olacaq 75 bizdə? Deməli, 75%-dir. Bu nədən smeykadan RGB-yə gəlirsə 100%-dən çıxarıq 75%-i və deyərik ki, smeykadan RGB-yə gələndə 25% azalmış olacaq. Sonra keçək 68-ci sualımıza. 68-də. Deyir, həcmi 64 megabayt olan tam dolu diskdə 3 ədəd eyni həcmli video fayl, 4 ədəd eyni həcmli səs faylı, 2 ədəd eyni həcmli mətn faylı silindi.
Daha sonra diskə mümkün maksimum sayda eyni həcmli qrafik fayllar yükləndi. Bu video faylın həcmi 5 MB, səs faylının həcmi 2560 KB, mətn faylının həcmi 3072 KB. Qrafik faylın həcmi 4 MB olarsa, ümumilikdə diskdə neçə qrafik fayl yüklənmişdir? Deməli, ilk öncə burada fikir versəniz, ölçü vahidlərimiz müxtəlifdir. Bu ölçü vahidlərimizi neyniyək? Eyniləşdirək. Aha, üzrlü sayın telefona zəng gəlmişdi. Baxaq. Deməli, bizdə neyniyəcək? Deməli, 3 ədəd eyni həcmli video fayl və bizim burada video faylımızın həcmi neçə megabayt? 5 megabayt. 3-ü vuracağıq 5 megabayta. Verəcək bizə 15 megabayta. Daha sonra 2 ədəd eyni həcmli 2560 kilobayt. 2560 kilobaytı megabaytla ifadə edəndə 1024-ə böləcəyik. O da bizə 2.5 verir. Deməli, 4-ü vuracağıq 2.5 megabayta. Bu da bizə verəcək nəyi? 10 megabayta. Daha sonra 2 ədəd eyni həcmli 3072 kilobayt. İçini kilobaytı megaya çevirən 3072-ni 1024-ə böldüyümüz zaman 3 megabayt qalacaq. Bu da bizə verəcək 6 megabayt. Gəlin bunları toplayaq. Görək bizdə ümumi həcm nə qədərdir? 15 plus 10 plus 6. Bunlar megabaytlandır. Yəni bizə verəcək 31 megabayt. 31 megabayt. Eynidir, qrafik faylının həcmi 4 megabayt olarsa, ümumilikdə neçə qrafik fayl yüklənmişdir? Biz ümumi həcmi tapdıq 31, düzdürmü? Bizdən qrafik fayl, neçə dənə qrafik fayl yükləndiyini soruşur. Onda 31-i bölərik nəyə? 4-ə. 31-i 4-ə böldüyümüz zaman neçə düşəcək bizdə? 31-i 4-ə böləndə. Qalıqlı 7 tam nə qədər düşəcək? Biz buradan neçə dənə dediyi üçün 7 dənəsini bütöv götürəcəyik. A variantı cavabımız olmuş olacaq. Sonra keçək növbəti test izahlarımıza. (69) Qrafik təsvirimizin düsturu V bərabərdir ABN-dir. Bizdə rəng dərinliyini, yəni bu kiçik eni soruşur. Bu zaman nə edirik? Həcmimizdə verib 1024 kilobaytdır. Amma bizdə qrafik təsvir piksellərdən ibarət olduğu üçün bunu bitə çevirəcəyik. 213 bərabər AB 512-ni 209, B-ni 210. Vurulsun en şəklində yazsam. N bərabər 1024-də 210-dur. 10, bu da 13. 210-u 23 eləyəcək. 223-ü 219-a böldüyümüz zaman bizə nə verəcək? 204. Bu da nə demək? 16. Deməli, rəng dərinliyimiz 16-dır. Birdən rəng talarımızı soruşsaydı, bu zaman nə edəcəkdik biz? Onu 216 şəklində göstərəcəkdik. Yəni, yoldaşlar, burada çaşmayın. Y variantı deyil cavab. Sonra, 70-ci sualımız. Müxtəlif say sistemləridir. Biz bunların hamısını onluq say sisteminə çevirək və x-i tapaq. 0, 1, 2, 0, 1, 0, 1. Bu da zaten 0 yazacaq, eyb yox. Deməli, 1 vursun 7-nin kvadratı, yəni 49 plus 7 plus 2. Üzərinə gəlsin, 7-lik say sistemində. 2 vurulsun 6, 12 plus 5. Çıxılsın. 2, 8-dən 16 çıxılsın 5. Bərabərdir nəyə? X-a. 5-lər buradan gedir. Sonra 12, 14. Bu getsə, burada qalır -2. Bundan da bunu çıxsa, qalacaq 5. 49-un üstünə 5 də gələndə verəcək bizə 54. Deməli, x hansı say sistemindəymiş? 54. Deməli, A variantı almış olacaq 70-dən. Əgər hesabda səhvlik eləməmişiksə, A variantı olmuş olacaq. Sonra keçək indi 71-ci sualımıza. İnformasiyanın xassəsi deyildir. Amma üzrlü sayın, biz burada texniki səhv elədik. Bir dəqiqə, bir dənə baxaq. Bizdə x-i müəyyən edindir.
Biz x-i burada aldıq 54, düzdürmü? Bu 54-ü indi deyir 9-luq say sistemində A variantı olmayacaq. 9-luq say sistemində ifadə edəndə 54 ətəyində 9. 0 1 yazıram. 5 9-un 45 plus 4 bizə verəcək 49. Bircə dəqiqə burada nəsə bir texniki səhv elədik. 54 deyə biz 54 5 9-un üzrlü say. Üzrlü say burada texniki səhv eləmişik. Bircə dəqiqə bir də bunu düzəldim. Uşaqlar üzrlü say. Burada biz nə aldıq? Biz 54-ü hansı say sistemində almışıq? Onluqdakı onluğa çevirdik hamısını. İndi bizə deyir bunu, axı biz x-i 9-luqda deyir 54-ü çevirəcəyik nəyə? 9-luq say sisteminə. 9-a bölürük. 54-ün içərisində 9 neçə dəfədir? 6 dəfə. 6 9-un 54. 0. 6, bu da 0. D variantı çox üzürlü say. Aha. Sonra keçdik 71-ci sualımıza. Deyir informasiyanın xassəsi deyil. Deməli, biz informasiya obyektivlik, etibarlıq, adekvatlıq, tamlıq xassəsindən danışmışıq. Amma bizim elmilik xassəmiz yoxdur. Deməli, aid olmayan cavab B variantı olmuş olacaq. Keçdik növbəti sualımıza. 72. "50 simvolluq əlifbada kodlaşan əvvəlcə 50, baxırıq 2-nin hansı qüvvətində yerləşir? 2 üstü 5 ilə 2 üstü 6. Biz bunu nə götürəcəyik? 6 bit. 50 simvolluq əlifbada blok imtahanı sözünü sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13. 13-ü vuracaq 6 bitə. Bu da bizə verəcək 78 bitə. Aha. Keçdi indi 100 simvolluq deyir. 100-ü baxırıq 2-nin hansı qüvvət arasındadır? 2 üstü 6 ilə 2 üstü 7. Yəni bunu da 7 bitlə götürəcəyik. Riyaziyyat və informatika sözünü sayırıq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 23, 24, 25. 25-i vuracaq 7 bitə. 25-i 7 bitə vurduğumuz zaman 5, 7, 35, 3 yadda. 2, 7, 14, o da 375 bit. İndi bizə nə deyir burada? Deyir ki, bunların cəmi 78 bitlə 175 bitin cəmi. Bizə nə verəcək? 5-dən 8, 3, 1 yadda. 7, 7, 14, o da 1, 15, bu da 2. 253 biti vermiş olacaq. Doğru cavabımız 72-də Y variantı olmuş olacaq. Daha sonra 73-cü sual. Gəlin götürək. İkilik say sistemində ən böyük 5 rəqəmli ədədi. Onluq say sistemində qarşılığı müəyyən. Ən böyük 5 rəqəmlərdə 5 dənə 1 deməkdir. Çünki ikilik say sistemində bizim simvollarımız 0 və 1-lərdir. İndi bunu onluq say sisteminə çevirdiyimiz zaman bu verəcək bizə. İkilik say sistemində 1 vurulsun 2 üstü 4 plus 1 vurulsun 2 üstü 3 plus 1 vurulsun 2 üstü 2 plus 1 vurulsun 2 üstü 1 plus 1 vurulsun 2 üstü 0. 16 plus 8 plus 4 plus 2 plus 1. Bizə verəcək 24, 24, bu da 6. 30, bu da 1. 31-i vermiş olacaq. Daha sonra keçək 74-cü sualımıza. Raster qrafik redaktoru müəyyən edin. Adobe Photoshop raster qrafik redaktorlara aid proqramda. Ümumiyyətlə biz sizə demişdik, Paint-lə başlayan, Paint-lə bitən bütün proqramlar raster qrafikasına aiddir. Bir dənə istisna Adobe Photoshopdur ki, bu da raster qrafikasına aiddir. Sonra keçək digər sualımıza. Keçək 75-ci sualımıza. Bir binada hər mənzil, mərtəbə və mənzil nömrəsi olmaqla ayrı-ayrı kodlaşılır. Hər mərtəbədə 20 mənzil var. Baxıram 22-nin hansı qüvvət arasındadır? 2 üstü 4 ilə 2 üstü 5-in arasındadır 20. Deməli, 20 mənzil üçün biz 5 bit götürəcəyik.
10 mərtəbəli. 10 2 üstü 3 ilə 2 üstü 4 arasındadır. Bunu da biz 4 bit götürəcəyik. 5 bitlə 4 bitin cəmi də bizə 9 biti vermiş olacaq. Deməli, doğru cavabımız B variantıdır. Sonra 76 bu sualları götürək. ELTAT sözünü kodlaşdırmalıyıq. E-nin kodu 0, 1, 1-dir. Deməli, bizdə cavab 0, 1, 1 ilə başlamalıdır. A variantı avtomatik, C variantı, B variantı, D variantı gedir. Cavab qalır Y variantı. Sadəcə sona qədər gəlin, kodlaşdıraq. Deməli, L-nin kodu nədir? L-nin kodu 1, 0, 0-dır. L-T-nin kodu 1, 0, 1-dir. L-T-A-nın kodu 3 dənə 0, C-nin kodu isə 1, 1, 0-dır. Həqiqətən də Y variantına nə olur? Uyğun gəlmiş olacaq. Keçək 75-ci sualımıza. 25 ətəyində x say sisteminin ədədi ola bilməz. Bizdə say sistemi deməli 2, 5-dirsə, 5-dən kiçik və 5-ə bərabər olan ədəd ola bilməz. Baxırıq, doğru cavab A variantıdır. 6-lıqda yaza bilərik, 7-də, 8-də, 9-da, 10, ondan yuxarı say sistemlərində olar. Çünki biz tutaq ki, 5-lik say sistemi deyiriksə, əgər 5-i götürürüksə, 5-in simvolları hansılardır? 0, 1, 2, 3, 4. Əgər 0, 1, 2, 3, 4-dürsə 5-lik say sisteminin kodu, biz necə bunu 25 ətəyində 5 kimi yaza bilərik? Axı alınmır. Deməli, doğru cavabımız A variantı olmuş olacaq. 230 kilobitdən keçirik gigabayta. Bit, bayt, kilobayt, megabayt və gigabayt. Biz neyinirik? Əvvəlcə kilodan gigaya keçirik. Kilodan gigaya keçəndə 220-yə böləcəyik. 230-u 220-yə böləcəyik. Bitdən bayta keçdiyimiz zaman da 203-ə böləcəyik. Yəni 230-u 223-ə böldüyümüz zaman 207 qalır. Bu da 128 deməkdir. Deməli, doğru cavabımız 78-də D variantıdır. Keçək digər suallarımıza. 79. Fikir versəz, tənliyimizin sağ və sol tərəfi müxtəlif ölçü vahidlərindədir. İlk işimiz bunları eyni ölçü vahidinə gətirməkdir. Gəlin kilobaytı baytla ifadə edək. Və 2-nin qüvvətində yazaq. 2-nin üstü 4x plus 1 bərabərdir. 2-nin üstü 4x kilobaytdan bayta keçdiyimiz zaman 200 ona vuracaq. 2 üstü 8x plus 2 vurulur bura. Əsaslar eynisə qüvvətlər toplanacaq. 2 üstü 4x plus 10. Əsaslarımız eynisə qüvvətlər bərabərləşir. 8x plus 2 bərabərdirsə 4x plus 10-a. 4x-i sola keçirdiyimiz zaman 8-dən 4 çıxanda elə qalacaq 4x. 2-ni sağa keçirdiyimiz zaman 8-ə bərabərdir. Ondan 2 çıxanda. X buradan 2 imiş. Deməli, buradakı tənliyimizin cavabı 2 olmuş olacaq. Sonra keçək növbəti suallarımıza. 80 və 81. Ömər ingilis dilindəki mətni tərcümə etdi və yoldaşlarına oxudu. Cümləsində Ömərin yoldaşları üçün informasiyanın hansı prosesi baş vermişdir? Yoldaşlarına oxuyursa, neyinir? Əvvəlcə mətni tərcümə etdi, yoldaşlarına oxudu. Düzdürmü? Burada neyinəcək? İnformasiyanı qəbul edir Ömər. Ömər qəbul etmiş olacaq. Ömərin yoldaşları, üzrlüsən. Ömərin yoldaşları Ömərin dediyi informasiyanı neyinəcək? Qəbul etmiş olacaq. Amma desirlər Ömər nə iş görür? Ömər artıq burada informasiyanı ötürmüş olacaq da. Keçək 81-ci sualımıza. 81 və 82. Lıq say sistemində verilmiş bu ədədi 16-lıqda cəmi nəyə bərabərdir? Gəlin toplayaq. F, C, B 16-lıqda. Üzərinə gəlsin A, F, C 16-lıqda. B-min kodu 11-dir, C-min kodu 12-dir. 11 ilə 12-nin cəmi 23-dür. 16-lıq say sistemində 23 yaza bilmərəm. 23-dən 16-nı çıxıram, 7 yazıram, 1 yadda. C-min kodu 12-dir, F-min kodu 15-dir. 12 ilə 15, 27, o da 1, 28.
28 yaza bilmərəm. 28-dən 16-nı çıxdığım zaman nə qalacaq? 12 qalacaq. 12-nin kodu C-dir, 1 yadda. F15 A-da 10-dur. 25 o da 1 yadda. 26. 26-dan 16-nı çıxıram, qalır 10. Onun yerinə A yazıram, 1-i də atıram qarşısına. Deməli, doğru cavabımız A variantı olmuş olacaq. Keçək növbəti sualımıza. 82-ci sualımız. Bağlantı vasitəsilə 32 megabaytlıq fayl 4 megabit sürətlə ötürülür. Ümumiyyətlə bizim düsturumuz Q bərabər V T düsturudur. Gəlin buradan T-ni tapaq. 32 megabaytı megabitlə ifadə edəndə 8-ə vuraq və bölək 4 megabitə. Eyni ölçü vahidləri olduğu üçün megabitlər gedir. 8-i də 4-ə böldüyümüz zaman 2 qalır. 2-ni də 32-yə vuranda 64. Deməli, T-miz 64-dür. İndi ötürülməyə sərf olunan zaman ərzində həcm verildi 64 megabayt. T-ni də özümüz tapmışdıq. İndi bizə V-ni tapmaq lazımdır. V-ni tapanda 64 megabaytı böləcəyik nəyə? 64-ə. Bunlar da ixtisar getdiyi zaman biz megabaytı megabitlə ifadə eləmişdik də. İxtisar getdiyi zaman qalacaq 1 megabit bölünsün saniyə. D variantı olmuş olacaq. Doğru cavabımız. Sonra ay, üzrlü sayın. Bu 64 megabaytdır. 64 megabaytdır. Bunu 8-ə vururuq və 64-ə bölürük. Buradan 8 megabit bölünsün saniyə olacaq. Y variantıdır. Üzrlü sayın megabaytdır bura. Sonra keçdik digər suallarımıza. 83, 84 və 85. Sən üstə. Rum rəqəmləri ilə yazılmış ədədləri artan ardıcıllıqla yazın. Əvvəlcə biz burada nə iş görməliyik? Rum rəqəmlərini çevirməliyik hansı say sistemimizə? Onluq say sisteminə. Onluq say sisteminə çevirdikdən sonra biz artıq artan ardıcıllıq nə deməli? Yəni balacadan böyüyə doğru nə edəcək? Düzmüş olacaq. Gəlin baxaq. Bizdə 2 dənə C verilir. C-mizin biri 100-dür. 2C olduğu üçün bizdə nə olacaq? Olacaq 220 plus 5. Yəni birincimiz olacaq 225. Bu D özü-özlüyündə 500-ə bərabərdir. Burada D-nin solunda C verilib. Yəni 500-dən çıxmalıyıq 100-ə. Olacaq 400, üzərinə də 10 gələndə 410. Bu 1, bu 2, bu da 3. Dördümüz. 3 dənə C 300 deməkdir. 3 dənə X, yəni biri 10-dur. 330, bu da 6-dır. Bu da 336 olacaq. İndi artan ardıcıllıq nə deməkdir? Balacadan böyüyə. 1, daha sonra 4, 1, 4, 3 və 2. Ardıcıllığımız bu şəkildə olmuş olacaq. Keçək sonra 84-cü sualımıza. 84-cü sualda eyni ilə bu şəkildə olmuş olacaq. Əvvəlcə nə edəcəyik? Onluq say sisteminə çevirəcəyik. Onluq say sisteminə çevirdikdən sonra nə edəcəyik? Artan ardıcıllıqla düzmüş olacaq. 127 zaten bizdə necədir? Onluq say sistemindən. Bizə lazımdır digər say sistemlərini keçirmək. Birinci olduğu kimi qalır. Keçək ikinciyə. 2, 0, 0, 8-likdən onluğa çevirəndə 0, 1, 2. 2 vurulsun 8-in kvadratı. 64, 2-yə vuranda 128. Bunlar zaten 0 olduğu üçün hesablanır. Sonra üçüncü. 1, 0, 0, 0, 1, 2, 3, 4, 5, 6. 1, 2, 3, 4, 5, 6, 1. İkilikdən. Çeviririk nəyə? Onluğa. 0, 1, 2, 3, 4, 5, 6, 7. 1 vurulsun 2 üstü 7 plus. Bunlar 0 olduğu üçün zaten hesablamağın mənası yoxdur. 1 vurulsun 2 üstü 0. 128 plus 1 yəni 129. Keçdik dördüncüyə. 7C 16-lıqda. 0, 1 yazıram. 7 vurulsun 16 plus C-nin kodu 12-dir. 7-ni 16-ya vurduğumuz zaman 112, üzərinə də 12, 124. İndi biz burada nə edəcəyik? Artan ardıcıllıqla düzəcəyik. Yəni balacadan böyüyə. Birinci gələcək 4, 1, 2 və 3. Keçək digər sualımıza. 85.
İnformasiya proseslərini seçin. İnformasiyamızın bizim 4 dənə prosesimiz var. İnformasiyanın toplanılması, saxlanılması, emalı və ötürülməsi. Saxlanılma, ötürülmə və emal. Deməli, doğru cavab 2, 4 və 6 olmuş olacaq. Keçək növbəti suallarımıza. 86. 86-cı sualımıza. Bizə verilən ifadə onluq say sistemindədir. Bizə lazımdır nəyə çevirmək bunu? 8-lik say sisteminə çevirmək. Əvvəlcə 2-nin qüvvətlərində yazaq. 512 2 üstü 9, 128 2 üstü 7, 64 2 üstü 6, 32 2 üstü 5-dir. Bizim bir qaydamız var idi. 8-lik say sistemində bir simvolumuz 3 bitə bərabərdir. Yəni 3 dənə 0 birlər şəklindədir. Gəlin indi 9-u bölək 3-ə. 3 dəfə düşəcək, qalıq 0. Bu qalığı həmişə 2-nin qüvvətini atıram. Yəni 2-nin üstü 0. Tam hissəm isə sıfırların sayını bildirir. Yəni 1 dalında 3 dənə 0. 7-ni 3-ə böləndə 2 dəfə, qalıq 1. O 1-i 2-nin qüvvətini atıram. 2-nin üstü 1, dalında 2 0. Bu da o deməkdir ki, 2 dalında 2 0. Və 6-nı 3-ə böldüyüm zaman 2, qalıq 0. 2-nin üstü 0 deməkdir. 1 dalında 2 0. 5-i 3-ə böldüyümüz zaman bir dəfə qalıq 2. 2-ni 2-nin qüvvətinə atanda 4, dalında da 1 0. İndi gəlin bunları cəmləyək. 1 dalında 3 0 plus 2 dalında 2 0 plus 1 dalında 2 0 plus 4 0. 8-liyi də cəmləyirik. 0, 4, 3, 1. Hansı say sistemində olmuş olacaq? 8-lik say sistemində bunu almış olacaq. Keçək növbəti suallarımıza. 87, 88 bunları bircə hesablayaq. Bizə salam gənclər sözü verilib, ASCII və Unicode-da hesablamağımızı istəyir. Burada bir dənə bizi çaşdıran hissə nə ola bilər? Siz byte-la hesablayarsınız, cavabımız bitlə də ola bilər. Ona görə hər iki hala baxırıq. ASCII-də bir simvolumuz 1 byte, 8 bitdir. Unicode-da bir simvolumuz 2 byte, 16 bitdir. Gəlin salam gənclər sözünü sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 dənə simvol. 14-ü ASCII-də hesablayanda 1 byte-a vuran 14 byte, bitə çevirsək 14-ü 8-ə vurduğumuz zaman 112 bit. Deməli, 1-ə eyni zamanda həm C variantı, həm də Y variantı getmiş olacaq. 1-ə C və Y. Unicode-da bir simvolumuz 2 byte-dır. 14-ü 2-yə vuranda 28 byte. Və yaxud da bitə çevirdiyimiz zaman 14-ü 16-ya vurduğumuz zaman 224 bit. Yəni 2-yə də gedəcək B və D variantı. Keçək 88-ci sualımıza. Bizə ardıcıllıq verilir. Bu ardıcıllığı yerinə yetirmək. Deyir, ədədin üzərinə ikilik say sistemində 5 rəqəmli ən kiçik ədəd əlavə et. Ədədin üzərinə ikilik say sistemində İkilik say sistemində ən kiçik 5 rəqəmli ədədimiz 1, 0, 0, 0, 0, 1, 2, 3, 4, 5 rəqəmli ədəddir. Alınan ədədin üzərinə, deməli ədəddə bilmirik nədir? X-dir. Bunun üzərinə gəlirik ikilikdə. Mənim sizə şəxsi yataq cavabları. Harda qalmışdıq? Yenidən izah eləyək. Deməli, ədədin üzərinə ikilik say sistemində 5 rəqəmli ən kiçik ədəd əlavə et. Alınan ədədin üzərinə 2-nin üstə 6 əlavə et. 8-lik say sisteminə çevir. Daxil edilən ədəd onluq, daxil edilən ədədimiz də onluq say sistemində 32 olarsa, 32 onluq say sistemində üzərinə gəlsin. 5 rəqəmli ədəd 1, 0, 0, 0, ikilik də 5 rəqəmli ədəddir. Və üzərinə 2-nin üstə 6 əlavə edirəm. Aldığım cavabı nəyə çevirəcəm? 8-lik say. Zaten bura onluq say sistemindədir. Bunu çevirəm onluğa. 0, 1, 2, 3, 4. 1 vursun 2-nin üstü 4 nə deməkdir? Yəni 8. Düzdürmü? 2-nin üstü 4, 8 deməkdir. 2-nin üstü 6 da bizdə nə verir? 64 vermiş olacaq. Gəlin bunları toplayaq. 40, 104.
104 ədədini nəyə çevirək? 8-lik say sistemindədir. 8-ə. 104-ü 8-ə böldüyümüz zaman biz nə alacaq? 104-ün içərisində 8, 12 dəfə. 96-nı çıxdığım zaman burada nə qalacaq? Qalacaq deməli 8, 12-nin içərisində 8 bir dəfə. 8 çıxdığım zaman bu. Mən. Ki bunu izah edirdik. Burada nədəsə texniki səhv elədik. 2-nin üstü 4, 16. Hə, burada 2-nin üstü 4, 16 eləyir. Hesabda səhv eləmişik. Baxın burada. 2 üstü 4, 16-da. 16, 64. Verəcək bizə 70, 80, 80, 32, 112. 112-ni böləcəyik 8-liyə çevirdiyimiz üçün 8-ə. 112 bölünsün 8-ə. Bu da düşəcək hardasa 12, 13 dəfə. 3, 8, 24, 4, 2 yadda. 8, 1, 8, hətta 14 dəfə. 112-ni çıxacaq buradan. 0 qalır. 14-ün içərisində 8 bir dəfə. 8 çıxıram, 6 qalır. Deməli, doğru cavabımız 1, 6, 0, 8-lik say sistemində olmuş olacaq. Keçək növbəti testimizə. 89 və 90. 89-cu sualımız. Baxaq görək bizdən nə istəyir. 36 səhifəli elektron sənədin 9-a bölünən səhifələrində Smeka standartında yığılmış 512x512 ölçüdə qrafik təsvir var. 36 səhifənin içərisində 9-a bölünən 9-un özüdür, 18-dir, bir də 36-nın özüdür. Deməli, bunları tapdıq. Yəni 3 səhifəsi onda belə çıxır ki, bizdə nədir? Qrafik təsvir. Üstümüz V bərabər AB N-dir. Onda bizdə buradan V bərabərdir. 3 səhifə vurulsun. 2 üstü 9 vurulsun 2 üstü 9. Smeykada dediyi üçün 32. Bircə dəqiqə 9, 18, 36 başqa 9-a bölünən ədəd varmı bunun içərisində? 18, 36 elə 3 səhifə olur. Düzdürmü? Baxaq görək başqa varmı? 9, 18, 36, 27 bir də. 4 dənə. 4 səhifəsi 4-ə vururuq. Və bunu megabaytla dediyi üçün 223-ə böləcəyik. 9, 9, 18, bunu 205 yazsaq. 23. Elə bunlar gedəndə qalır buradan 4 megabayt. Bu qrafik təsvirimiz. İndi mətn faylımızı hesablayanda. 36 səhifənin 4 səhifəsi qrafik təsviri idi. Yerdə qalmışdı 32 səhifə. 32 vurulsun. 128 simvol vurulsun, 128 sətir. Unicode dediyi üçün vurulsun 2. Megabayta dediyi üçün 220-yə böləcək. 7, 7, 14, yəni 214, bu da 5. 219, bu da 201. 220-ni də 220-yə böldüyümüz zaman 1 megabayt. İkisi bir yerdə bizə verəcək 5 megabaytı. 4 megabaytla 1 megabaytın cəmi bizə nəyi verir? 5 megabaytı vermiş olacaq. Keçək 90-cı sualımıza. Dördlük say sistemində dördlük say sisteminin simvolları 0, 1, 2, 3-dür. Dördlük say sistemində verilmiş belə bir şərti ödən 4 rəqəmli ABC ədədinin 5lik say sistemində qarşılığını tapaq. Gəlin dördlük say sistemində tapaq. Bizə D hamısından böyük olmalıdır. Onda D 3 olacaq. D-ni 3 götürsək. Sonra C 2 götürsək, C-yə yəni D3 olsa, C2 olsa, A 1 olsa, onda B-yə də 0 qalır. İndi bizə deyir ABC-dir. Düzəyində ABC-dir. A-mız 1, B-miz 0, C-miz A, bircə dəqiqə alt üst düzmüş, eyb yox. C-miz nədir bizim? C-miz 2-dir, D-miz də nədir? D-miz də 3-dür. Bu dördlükdədir. Bizə lazımdır bunu nədə ifadə eləmək? 5-lükdə. Amma əvvəlcə nəyə çevirək? Onluq say sistemində çevirək. 0, 1, 2, 3. 1 vurulsun 4-ün kubu. Plus 0-ı nəyə vursam 0 eləyir zaten. 2 vurulsun 4-ün üstü 1. Plus 3 vurulsun 4-ün üstü 0. 4-ün üstü 3. 4, 4-ün 16. 16-nı da 4-ə vuranda 64. Plus 8. Plus 3. 75 verəcək. İndi bunu biz nədə ifadə eləməliyik? 5-lik say sistemində ifadə eləməliyik.
75-i 5-ə bölək. Düşəcək 20, 25 yox, 15 dəfə. 75 çıxıram 0. 15-in içində 5 neçə dəfədir? 3 dəfə. 15-ə çıxdım 0. Deməli, buradakı cavab 3, 0, 0, 5-lik say sistemi olmuş olacaq. Uğurlar uşaqlar hər birinizə.